Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycan SSR 20-ci əsrin 50 və 80-ci illərindədir. Başlayaq İmam Mustafayevin rəhbərlik dövründən 1954 və 1959-cu ildə rəhbər olmuşdur. Onun dövründə xalqın vəziyyəti yaşlaşdırmağa, milli dəyərlərin, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, təsərrüfatın inkişafına cəhd göstərildi. Məhkəmə quruculuğu, mülki və cinayət məcəlləsinin qəbulu respublikaların öz ixtiyarına verildi. Repressiya illərində cəzaya məruz qalanların işinə yenidən baxılması üçün xüsusi komissiyalar təşkil olundu və minlərlə günahsız Azərbaycanlıya bəraət verildi. Onların üzərində haqq düşməni daması qaldırıldı. Ailələrinin məruz qaldığı təqiblər son qoyuldu və hüquqları bərpa edildi. Bundan əlavə, Respublikada Azərbaycan dilinin rəsmi dil kimi status qazanması təmin olundu və mətbuatda açıq şəkildə müzakirəyə alındı. Az sonra 1956-cı Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-nin 1937-ci 2-ci konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında yeni maddə əlavə olundu və rəsmi sənədlərin kərküzaçılıq işlərinin Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. 1956-cı ildə Bakı Telestudiyası fəaliyyətə başladı. 1959-da Azərbaycan SSR-nin rus məktəblərində Azərbaycan dilinin icbari təhsil barədə qərar qəbul etməsi də buna bir nümunədir. İmam Mustafayevin dövründə Azərbaycanlı kadrların rolunun artması və paytaxtın iqtisadi ictimai həyatında bunun nümunəsini biz görürük. Misal olaraq sənayyenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axın etməsi, nəticədə beynəlxalq şəhər kimi məşhurlaşmış Bakıda yerli əhalinin tərkibinin Azərbaycanlıların xeyrinə dəyişməsinə şərait yaratdı. Bununla da Moskvanın Bakını beynəlxalq şəhər kimi Azərbaycan tərkibindən çıxartmaq planı pozuldu. İmam Mustafayevin dövründə Azərbaycan SSR-də milli desəyiş meyilləri də gücləndi. Bundan narahat olan Sovet rəhbərləri Azərbaycan rəhbərliyinə qarşı təzyiqlər və təqiblərə başladı. Eyni zamanda yenidən Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı. Ermənistan SSR Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdi. Ermənistanda anti-türk afər rüzgârı qızışdı və oradakı Azərbaycanlıların dilindən çıxan rayon qəzetləri və s. nəşrlər fəaliyyəti dayandırıldı. Belə bir şəraitdə 1959-cu il iyununda Sovet Komünist Partiyasının Mərkəzi Komitəsinin keçirilən plenumda İmam Mustafayev qondarma ittihamlarla, yəni millətçiliyi siyasətə keçirmək üçün bəzi şər ittihamlarla təqsirləndirək vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Vəli Axundov gətirildi. İndi Vəli Axundovun rəhbərlik dövrünə baxaq 1959 və 1969-cu illər. Vəli Axundovun rəhbərlik dövründə milli dəyərlərə diqqət daha da artırıldı. 1962-ci ildə üzvləri əsasən ziyalılardan olduğu Milli Azərbaycan qərargahı, yəni MAQ yaradıldı. Oqtay Rəfili MAQ-ın sədri, Xudu Məmmədov isə müavini oldu. MAQ-ın rayonlarda şöbələr yaradıldı. Təşkilatın üzvləri əksəriyyəti vəzifəli şəxslər idi və MAQ-ın yaradılmasının məqsədlərinə baxaq. Mühüm rəhbər vəzifələrin Azərbaycanın olmasına nail olmaq və bu da yaradılandan sonra Azərbaycanlı kadrların təyin olmasına nail olunmuşdur. Respublika büdcəsinin ayrılmanın Moskvadan deyil, Bakıdan təmin olmasına çalışmaq və milli oyanışa xidmət etmək idi. 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poeması Bakıda çap olundu. 1967-ci ildə yaradıcılıq gənclər üçün Ulduz jurnalının nəşrinə başlanıldı. 1967-ci ildə Bakı metropoliten istismara verildi və 1967-ci ildə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxalı Qurbanovun təşəbbüsü ilə Novruz bayramı, Bahar bayramı adı ilə rəsmi şəkildə qeyd edilməyə başlandı. 1969-cu ilin mayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sərhəd yanı bölgələri 2000 hektar ərazidə Ermənistana verilməsi haqqında qərarın 1938-ci ilin mayında qəbul edilmiş qərarı təsdiq etdi. Lakin bir qədər sonra Respublika hakimiyyətdə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi. 1950-ci ilin ikinci yarısı 1960-cı ildə Ermənistanda qonşu respublikalar, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları yenidən gündəmə gəldi və 1960-cı ildə ermənilər Azərbaycan SSR-yə qarşı növbəti dəfə ərazi iddiaları irəli sürdü. Onlar vilayətdəki təsərrüfat problemindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsi ilə bağlı mərkəzi hökumətə müraciətləri ünvanladı. Xruşov bu adlanı bütün SSR milli münaqişələrə səbəb olacağını nəzərə alaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsi təklifini rədd etdi. İndi ümumi lider Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyinə baxırıq. Heydər Əliyevin rəhbərliyi dövrü 1969 və 1982-ci il. Azərbaycan SSR Komünist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumda Heydər Əliyev Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1976-cı ildə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvlüyünə namizəd seçildi və Azərbaycan inkişafı naminə bu vəzifədə yeni imkanları mərhələdə istifadə etdi. Və 1982-ci dekabrında Moskvaya dəvət olunaraq Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzv vəzifədə eyni zamanda SSR Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olundu. İndi Heydər Əliyevin hakimiyyətə gələn kimi aşağıdakı tədbirlər həyata keçirilmişdir. Bunlara baxaq. Ciddi kadr dəyişiklikləri görüldü. Respublikada idarəçilik sistemi gücləndirildi. Sovet hakimiyyəti tarixində ilk dəfə vəzifədən sui-istifadə və rəşvətxorluq korrupsiya kimi mənfi halların olduğunu və onların aradan qaldırmasına vacibliyini cəsarət etdi və bunu
qarşı qəti imkan tədbirləri gördü. Qanunverici orqanların ən bacarıqlı və ən layiqli adamların seçilməsinə imkan yaratdı. Azərbaycan Ali Sovet Respublikasının iqtisadi mədəni inkişaf üçün hüquqi baza təşkil edərək ona haqqında qanunlar qəbul etdi və 1978-ci aprelində Azərbaycan SSR-nin 3-cü konstitusiyası qəbul olundu və Heydər Əliyevin iradəsi nəticəsində Azərbaycan dili Respublikanın dövlət dili olması kimi bəzi bunu qanuna hala saldı. Maddə olaraq yox, bir qanun halına salmış oldu. İrsə sahib çıxma var burada. Nədir? Heydər Əliyevin gördüyü bəzi mədəni irsə sahib çıxmalar var. Misal olaraq Bakı neftinin 2-ci Dünya müharibəsində faşizm üzərində qələbə oynadığı ümumdünya tarixinin əhəmiyyətli rolunu SSR rəhbərləri tərəfindən etiraf edilməsindən nail oldu. Nəticədə Bakı şəhəri Lenin ordeni ilə tətbiq olundu 1978-ci ildə. Bundan əlavə milli mənəvi sərvətlərin tədqiqi, tarixi araşdırmalara geniş fürsət aldı. 1977-ci ildə Nizami Gəncəvinin irsinin yenidən ölməsinə qərar verildi. Bir zamanlar pan-türk kimi damğalanmış Hüseyn Zavidin nəşi 1982-ci ildə Rusiyanın İrsk vilayətindən, yəni uzaq Sibirdən gətirilərək Naxçıvanda dəfn olundu və onun ev muzeyi yaradıldı. Naxçıvan Muxtar Sovet Respublikası və Dağlıq Qarabağ Muxtar Vətinin iqtisadi və mədəni tərəqqisinə diqqət ayrıldı. 1970 və 80-də Bakıda Üzeyir Hacıbəyovun, Səməd Fırğunun, Zəfər Cabbarlının, Bülbülün ev muzeyləri açıldı. Natəvənin heykəli qoyuldu. Şuşa müttifaq səviyyəli kurort şəhərinə çevrildi. 1980-ci il əvvəllərində Şuşada Heydər Əliyevin iştirakı ilə Məhəmməd Molla Pənah Vaqifin qəbri üzərində ucaldılan məqbərənin açılışı mərasimi keçirildi. Mərkəzi erməni təhriki ilə Kərbəzər rayonunun və burada əhalinin köçürülməsi torpaqları isə yaylaq kimi respublikalar arasında bölüşülməsi haqqında məsələ qaldırarkən buna qarşı çıxan Heydər Əliyev 1977-ci ildə bu rayonun potensial imkanlarını genişləndirmə tədbiri azaldılması və həyata keçirilməsinə nail oldu. Nəticədə iqtisadiyyat xeyli dirçəldi və mərkəzin erməni milliyyətçinin niyyətlərini alt-üst etməsinə nail ola bildi. İqtisadi sahədə nailiyyətlərinə baxaq, əsasən sənayeyə baxaq burada. İslahatlar nəticəsində Azərbaycan SSR ən iri elektrotexnika sənayesinin mərkəzindən biri çevrildi və 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda məişət kondisionerləri zavodu tikildi. Bu müəssisə SSR-də ən böyük məişət kondisionerləri zavodu idi və Respublika elektrotexnika sahədə flaqman sayılırdı. 20-ci əsrin 60-cı illərin ikinci yarısında isə Azərbaycan SSR-də neft hasiyyəti aşağıdakı səbəblərə görə aşağı düşməyə başladı. Sovet İttifaqı başqa ərazilərdə, xüsusilə Qərbi Sibirdə yeni neft yataqlarının böyük həcmdə daha çox ucuz xam mal çıxarılması, yanacaq sənayesinin inkişafına lazımi qədər diqqətin ayrılmaması Azərbaycandakı neft sənayesinin aşağı düşməsinə səbəb olmuşdu. Nəqliyyata baxsaq, mühüm təsərrüfat əhəmiyyətli nəqliyyat sahələri inkişafına diqqət ayrıldı. Ağdam-Xankəndi dəmir yolu çəkişi başa çatdırıldı 1979-cu ildə. Daha sonra kənd təsərrüfatına baxaq. Heydər Əliyevin kənd təsərrüfatının xüsusən də pambıqçılıq və tələbəçilik, üzümçülük və tütünçülük inkişafına diqqət artırdı. 1970 və 80-ci illərdə bir çox yeni hidrotexniki komplekslər və suvarma kanalları istifadəyə verildi. Bu tədbirlər nəticəsində suvarlar əkin sahələri artdı. Respublika SSR-dəki üzüm istehsalına görə birinci yerə, barama istehsalına ikinci yerə, pambıq topanışında dördüncü yerə çıxmış oldu. Və 1971-ci ildə Bakı Kür çayına su kəməri Bakıya Kür çayına su kəməri çəkildi və Kür su kəmərinin işə salınması Bakının içməli su təchizatını xeyli yaxşılaşdırmışdı. Bundan da bir haşiyə çıxaraq deyirəm ki, 1917-ci ildə isə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Şollar suyu da Bakıya çəkilmişdi 1917-ci ildə. Bu necə yadda saxlaya bilərik? 1971-in tərsi, yəni 1917-ci il. Kamran Bağırovun rəhbərliyi dövrünə baxaq 1982 və 1988-ci illərdə. 1983-də Bakı Qroz neft kəməri istifadəyə verildi. Nəticədə Azərbaycan SSR neft kəməri SSR-nin neft kəmərinə qoşuldu. Sibir nefti emal üçün Bakıya axmağa başladı və təbii qazın çıxarmasına uğurlar qazanıldı. Bakıda müasir neft texnologiya hesabına yeni qurğular yaradılması nəticəsində qonşu ölkələrdən götürülən xam neftin emalına həyata keçirildi və 1980-ci illərin ikinci yarısında neft hasilatı sabitləşdirildi. Sovet İttifaqının ümumi vəsaitindən alınan 400 milyon dollar Bakıda dərin özüllər zavodu tikilərək 1980-ci fəaliyyətə başladı. Bu addımlar neft emalı, neft maşın qayırma sayəsində rolunu gücləndirdi. Artıq SSR-də istehsal olunan neft avadanlığının 3/2-si Azərbaycana verilirdi. Nəqliyyata yenidən baxsaq həmin dövr üçün Yevlax-Balakən dəmir yolu xəttinin, yəni uzunluğu 162 kilometr olan bu dəmir yolu xəttinin çəkilişi başa çatdırıldı 1986-cı ildə. Bununla da Azərbaycan ərazisi şimali-qərb hissəsi Bakı-Tiflis dəmir yolu xətti ilə birləşdirildi. Kənd təsərrüfatına diqqət edilsə, 1985-ci il alkoqizmə qarşı mübarizə adı altında üzümçülüyün ləğvinə başlanıldı və 1990-cı illərə qədər üzüm bağları ümumi sahələri xeyli azaldı. Bu tədbirlər üzümçülüyün sonrakı inkişafına mənfi təsir göstərmişdi. İndi Sovet rəhbərliyi olan Mixail Qorbaçovun yenidən qurma siyasətinə nəzər salsaq, Sovet Sosialist Respublikaları Saxta İttifaqı kommunist nəzəriyyəsi ilə təcrübəsi arasında heç bir əlaqəsi olmadan açıq-aşkar sübut edən bir nümunə idi. 1982-ci ildə Brejnev vəfatindən sonra baş katibliyin üst dəyişməsi, nəhayət 1985-ci ildə Mixail Qorbaçovun vəzifəyə gəlməsinə biz görürük.
1985-ci ildən sonra SSR süquta doğru getməyə başladı. Durğunluq və böhran meyilləri gücləndi. SSR süquta doğru getməsinin əlamətləri bunlar idi. İqtisadi qüdrətin ildən-ilə zəifləməsi, ölkənin ictimai-siyasi həyatında baş verən gərgin hadisələr və bu hadisələr iqtisadiyyatın tənəzzülünü sürətləndirirdi. Qarbaçovun iqtisadi mədəni tərəqqini sürətlənmə komissiyası ilə sürməsi Sovet İttifaqında 1987-ci ilin yanvarında plenumda isə Qarbaçovun yeni siyasi xətt, yəni sürətləndirmə, aşkarlıq və demokratlaşdırma xətti özünü birləşdirərək yenidən qurma iddiasına kimi təqdim olunmağa başladı. Və bu sürətləndirmə, aşkarlıq və demokratlaşdırma xətti özündə birləşdirən yenidən qurma adlı islahatı həyata keçirməsinə başlandı. Məqsəd sosial-iqtisadi inkişafı sürətləndirmək, inzibati bürokratik sistemin korrupsiyalar fəaliyyətini zəiflətmək, ictimai quruluşçu durğunluqdan azad etmək və vətəndaşların Kommunist Partiyasına olan inamını qaytarmaq idi. 1989-da SSR daxilində ilk dəfə Xalq Deputatları Sovetində alternativ namizədlər sessiyaya keçirildi. Azərbaycan bu sessiyaya fəal iştirak edirdi. Qarbaçovun aşağıdakı təklifləri irəli sürdüyü bir müddəalar var burada. Hüquqi dövlətin yaradılması, hakimiyyətin bölünməsi prinsipinə əsaslanan idarəçilik sisteminin seçilməsi, müxtəlif təsərrüfat formalarının tətbiqi və icarə sisteminin kooperasiyalar formalaşdırması, yəni artıq dövlətin nəzarətində deyil, belə ailə müəssisələrə verilməsi, yəni belə açıq bazar iqtisadiyyatı deyək, bu növ bir iqtisadi sistem qurmaq istəyirdi və iqtisadi baxımdan ortaya atılan təkliflər qismən də olsa həyata keçirildi. Lakin Qarbaçovun yenidən qurma siyasəti nəticəsində Sovet iqtisadiyyatının bölgə arasında qarşılıqlı asılılığı əsaslanan sanayenin tamamilə sərdən çıxmasına gətirib çıxardı. Müəssisələrin aralarında iqtisadi münasibətlər pozuldu. Proses çox qısa müddətdə yüzlərlə zavod və fabrikin müftləşməsinə, işinin dayandırmasına gətirib çıxartdı və işsizlik problemi yarandı. İnsanların iqtisadi durumu sürətlə aşağı düşməyə başladı. Bunun qarşısını almaq üçün əhali diqqət vacib problemi aralanmaq üçün hökumətlər ölkə ərazilərində milli və dini zəmində qırğınlar törədilməsinə şərait yaratdı və milli münaqişələr uzaqları yaratdı. Bunda gələcək dərslərimizdə biz 1990 20 yanvar faciəsində görəcəyik. 1982-ci yarısında Azərbaycanda iqtisadi və siyasi inkişafa mane olan əsas nələr idi? Ölkədə sənayenin çox ağır dövr keçirməsi və yenidən qurma metodları arasında toqquşmalar rəhbərliyin zəifləməsi buna nümunə idi. Dərsimiz bu qədərdir. Sağ tərəfdə Azərbaycan SSR-nin əraziləri var. Diqqətlə baxsaq, öyrənmək mümkündür. Mövzu bu qədərdir. Ümidvaram sizin üçün faydalı olacaqdır. Burada əsas tarix hadisələri və rəhbərlər dövründə olan hadisələri tam mənimsəməklə bu mövzunu öyrənmək mümkündür. Sizə uğurlar arzulayıram.